Səndən cavab gözləyirəm. Sualımı verin. Dayanımsan, başla. Olar mı elə? Getdik. Bunu Əhl-i Beyt mollası insanlara xutbə eləyir, danışır. Yəni Əhl-i Beyt aşiqlərindən biri, mollalarından, alimlərindən biri insanlara məsciddə xutbə eləyir. Deyir, rəvayətə gətirir, deyir bir gün Musa aleyhissalam Tura ibadətə gedir. Tur-i Sinada, yəni bilirsən də demə, Tur-i Sinaya ibadət edir. Getdiyi yerdə bunun qarşısını bir günahkar alır. Deyir, ey Musa, hara gedirsən? Musa cavab verir ki, Tura ibadət etməyə. Deyir, ey Musa, Allaha məni də müraciət edə bilərsənmi? Mən günahkar bəndər, mənim günahlarımı bağışlasın. Musa aleyhissalam gedir Tura ibadət edir. Rəbbisi ilə danışanda deyir, ey Rəbbim deyir, məni bir nəfər qabağımı kəssin, günahkar. Dedi ki, mənə də dua eləsin, mənim günahlarımı bağışlasın. Allah nida gəlir, Allahdan Musa nida edər, ey Musa, ki məndən günahlarının bağışlanmasını diləsə, qəbul edərəm, amma Hüseynin qatillərindən başqa. Yəni bunu bir Əhl-i Beyt aşiqi kimi sən qəbul edirsən yoxsa yox? Musa peygamber dedi. Musa peygamber. Bəli, Musa aleyhissalamın vaxtında. Bəli. Allah bütün günahları bağışlayır. İmam Hüseyin'in qatillərinin günahlarından başqa. Bu əslən belə deyil, bunun başqa bir mənası var bəs. Başqa mənası var mı onun? Yəni qəbul edirsən Musa aleyhissalamın vaxtında Allah dua elədi, dedi Allah ki, mən günahları bağışlayıram, bir dənə İmam Hüseynin qatillərindən başqa. Yəni bütün günahları bağışlayan bir dənə İmam Hüseynin qatillərindən başqa. Musa aleyhissalamın vaxtında. Bütün günahları Allah bağışlamır axı. Allah bütün günahları bağışlayır. Allah Əzzə və Cəllə deyir ki, kim Rəbbisinə tövbə etsə Allah bağışlayandır. Sən Musa aleyhissalamın diyaloqunu qəbul edirsən ki, orada dedi ki, Allah Musaya nida gəldi. Ey Musa, mən bütün günahları bağışlayaram, məndən kim bağışlama diləsə, İmam Hüseynin qatillərindən başqa. Bunu qəbul edirsən. Onu əlbəttə qəbul edirik, biz əlbəttə qəbul edirik. Peyğəmbərin bütün mələkut aləmindən gizlilikdən xəbəri var idi, həm də ki Allah'ın. İkisinin də. Niyə olmasın ki? Musa aleyhissalamın yəni Hüseynin qatillərindən başqası duasını qəbul edirsən sən yəni. Əlbəttə ki.